Yardımlı benim doğulduğum yerdə. Ona görə biraz belə tərifləmək çətin gəlir. Tərifləmək istəmirəm. Amma dostlarımın gözü ilə baxıram yardımlıya. İlk mənə qoşulub bizim kəndə gedən böyük alimimiz Xudu Məmmədov olmuşdu. Xudu Məmmədov mənlə bir yerdə rayonun bütün tərəflərini gəzdi və Deman kəndinin yanında, onda Deman hələ hamısı köçmüşdü Əli Bayramlı Şirvana. Geri qayıtmamışdılar. Onun yanında sərhəd məntəqəsinin, Rusların dediyi Zastavanın yanında bulağın başında oturmuşduq. Birdən belə xalçanın üstündə bizi qonaq eləyirlər, qonşu kənddən gələnlər. Xalçanın üstündə diz çöktü, əlini qaldırdı Allaha, dedi ki, ya Allah, sən tezliklə bu Zastavanı xaraba qoş və bu kəndi abadlaşdır. Elə bir Allah onun sözünü eşitdi. İllər keçib, indi o Zastava artıq Sovet ordusunun sərhəd məntəqəsi deyil. O Zastava Azərbaycan, o sərhəd məntəqəsi Azərbaycanın öz ordumuz, öz uşaqlarımız orada keşik çəkirlər, sərhəddə dayanır, qulluq edirlər. Və Deman kəndi də qayıdıb ora, qayıdır. Yəni, Xudbəllimin arzusu yerinə yetdi. Yardımlı biraz belə o vəziyyətin ağırlığını görəndə hərdən deyirəm ki, Cəlilabaddan baxanda gedir sərhəd, Cəlilabaddan qalxır dağların başına, oradan dönür Lerik tərəfə, elə bil ki, köhnə qı hərfidir. Mən deyirəm ki, elə bil dar ağacıdır və bu rayon dar ağacından asılıb orada. Bax, belədir. Bir dənə yolu var, Masallıdan gedər. Bir yolda şükür, son vaxtlar Azərbaycan prezidentinin xüsusi tapşırığı ilə Cəlilabaddan çəkildi. Cəlilabad sərhəd boyu. O da çox vaxt üçün el yoludur, yolla çox gəlib gediblər. Çox qədim bir torpaqdır. Azərbaycanın ortasıdır, təsəvvürləyin. Və burada indi mənim əmim uzun müddət Biləsuvarda yaşamışdı. Sonra gəlib orada kənddə bizim evdən bir 100 metr aşağıda ev tikirdi. Yerin qazanda yerinə qədim, yaşı bəlli olmayan katakambalar çıxdı. Yəni insanların dəfn olunduğu daş qəbirlər. Küp qəbir doludur hər yerdə. Haranı, yardımda harada deməli bir balaca yaşayış məskəni var. Torpağı qaldırsan altından küp qəbirlər çıxır. Qədim yaşayış yerləri, Moran şəhərinin yeri var. İndi Sabirabadda Moranlılar var. Sabirabadın bir çox kəndləri var. Oralardan köçüb gəlmədi. Sonra qədim Avaraq şəhərinin yeri var. Yardımlı sözünün özü də maraqlıdır. Bəzi alimlərimiz deyir, bu Ərdəm sözündən gəlir. Ərdəmli, yəni qəhrəman bu peçenek tayfaları olub, onları Qıpçaq tayfaları, onların bir səsi gəlib Azərbaycana, o ad oradan gəlir, Ərdəmlilər. Sonra Ziya Bünyadov deyir ki, yox, orada Ərdəm başqa bir şəhər yeri olub Ərdəmlə qonşuluqda. Hərəsi bir şey deyir, amma hər halda bizim düşündüyümüz bu yardım etmək sözündən deyil, daha qədim bir sözdür. Bir çox kəndlərdə, məsələn, Bozərən kəndində məktəb tikiləndə onun yerindən elə abidələr, elə qədim şeylər çıxmışdı ki, onların əvvəlcə Azərbaycanda heç muzeylərdə onlar yoxdur, amma sonra onu deyək ki, yenə elə həmin o İrandan gələn antikvar axtaran adamlara satıldı, onlar hamısı getdi. Yiyəli eləyə bilmirik təbii ki, sonradan xəbər tuturuq. Yəni, arxeoloji cəhətdən öyrənilməlidir. Tarixi abidələr də var, sonra dediyim kimi bu cür arxeoloji abidələr də var. Sonra atəşpərəstliyi ilə bağlı çox şeylər var, yəni yerlər var. Məsələn, Cavuran kəndi var, o atəşpərəstlər, Cavuran bu xristiyan mənasında deyil, atəşpərəstlərə sonra müsəlmanlar gələndə kafir deyiblər, Cavuran deyiblər. O abidələrin yeri də durur indiyə kimi. Öyrənilməlidir və əsas odur ki, yardımlı çox saf, təmiz, ondan sonra aza qani olan, ondan sonra mərd bir cəmaatı var. Mərd, o çətinlik şəraitdə yaşayırlar. Boyun əymədən heç bir sıxıntıya zədə, ondan sonra öz ləyaqətlərini, öz qürurlarını həmişə
qorumağa çalışırlar. Belə bu cürdür. Mən hər halda təbiəti çox gözəldir. Təbiəti bir tərəfdən lirik tərəfdə o Alar yaylaqları deyilər. Talış dağlarının 3-cü ən hündür sırasıdır və oradan o yüzden artıq Ərdəbil başlayır. Orada deməli Qız qalası, Oğlan qalası, sonra Şah İsmail Xətainin gəlib ov elədiyi yer var. Şah oturan yer, şah oturan yer. O yerlər var. Çoxlu yurd yerləri var. Yəni gəzib görmək istəyən adamlar üçün, təbiət gözəlliyini arayan adamlar üçün yardımda çox şey var. Amma əlbəttə qayğı göstərən, oranın abadlığını düşünən, orada turist mərkəzləri yaradan ciddi iş adamlarına və yaxud dövlətin qayğısına ehtiyac var.